İndi elə bir zamanda yaşayırıq ki, Allahın bizi qorumasına ehtiyacımız böyüdür, yeməkdən və içməkdən də. Vallahi, indi elə bir zamanda yaşayırıq ki, Allahın bizi qorumasına, dinimizi qorumasına ehtiyacımız böyükdür, yeməyə və içməyə olan ehtiyacımızdan. Daha çox şiddətli ona ehtiyacımız var. Çünki Allah qorusun, əgər sabit qala bilməsən, indiki zamanda yəni həlakdir yəni. O Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, vaxt gələcək, məşhur hədisdir, müsəlman yatacaq, kafir kimi oyanacaq, kafir yatacaq, müsəlman kimi. Demək olar ki, o vaxtdır, axır zaman, belə bir vaxt gələcək. Allahın Rəsulu aleyhissalatu vesselam 14 əsr bundan qabaq bu sözü deyib, bu sözün şahidi oluruq indi. Vallahi, müsəlman girir axşam TikToka, TikTok sosial şəbəkəsində debatlar gedir. Münaqişələr, firqələr arasında, ateistlər arasında və s. Müsəlman girir ora axşam, xüsusən gecə başlayır bu söhbətlər. Və söhbət eləyənlərin də ümumiyyətlə dindən elmi yoxdur, anlayışı yoxdur. Biri nə bilim necə yaşayır, biri necə yaşayır, biri sahəsi başqa şeydir, biri nə bilim nədir, biri nə bilim nədir. Nəticədə toplanıblar dindən danışırlar, təsəvvür edirsiniz? Böyük məsələlərdən danışırlar. Müsəlman da daxil olur həmin şəbəkəyə, gecə. Səhər açılana deyir, Allah yoxdur. Vəssalam. Bu təəccüblü deyil. Elə bilirsiniz, bunu söz gəlişi deyirəm, vallahi var. Vallahi deyirəm, Emil. Nəticədə səhər oyanır, deyir, Allah yoxdur. Müsəlman kimi gecələdi, səhər kafir kimi oyandı. Hədis öz yerini tapır, o zamandır. Necə? Məsələn, baxın, bəzi TikTok səhifələrində belə bir insanlar fəaliyyət göstərirlər. Əuzu billah. Allahın səhvləri. Allahın səhvləri. Məsələn, 1, məsələn, 2, 3. Nə edirlər bu insanlar? Quranda zahirən biri-birinə zidd olan ayələr yoxdur, mütəşabih deyirlər buna. Zahirən belə baxanda görsənir. Əslində, Allahın kitabında belə bir ayə yoxdur ki, o başa düşülməsin. Belə bir ayə tapa bilmərsən ki, biri-birinə zidd olsun. Əslində budur, Allahın kitabı. Lakin, cahil insan Allahın kitabına baxsa, başqa niyyətlə, oradan çox şeylər çıxarda bilər, şeytanlıq eləsə.